Salam Namidə, sabahın xeyir olsun. Bəli, İslamofobiya Diqqət Mərkəzində qərəzin ifşası, siqmaların dağılması mövzusunda keçirilən 3-cü elmi beynəlxalq konferans artıq 2-ci gün öz işini davam etdirir. Dünən konferansın açılış mərasimi keçirilmişdi və gün ərzində 5 panel təqdim olunmuşdu, 5 panel keçirilmişdi. Biz 2 günü müqayisə etsək görərik ki, bugün daha çox praktik məsələlər dinləniləcək, daha çox təcrübə məsələlərə isnad ediləcək və yekun sənədin qəbul olunması nəzərdə tutulur. Mən onu qeyd etməliyəm ki, konferansın da bu hədəflərində var. Əsasən bugün müzakirə olunan məsələlər demək Avropada anti-müsəlman, anti-İslam proseslərinin artıq institutlaşmasıdır ki, bu da çox böyük bir problem yaradır. Nəinki müsəlmanlara, eyni zamanda Avropalıların özlərinə, yəni bax bu qərəzin ifşasını məhz Avropadan gələn ekspertlərin özləri burada açıq şəkildə bildirirlər və deyirlər ki, biz qərbdə, xüsusilə Qərbi Avropada təbii günü-gündən anti-müsəlman, anti-İslam meyillərinin daha da artdığının şahidi oluruq və bu meyillərə çox təəssüf ki, hökumətlər müəyyən don geyindirməyə çalışır və haqq qazandırmağa çalışırlar, daha dəqiq desəm. Eyni zamanda bugün əsas panellərdən biri, yəni daha çox mən hesab edirəm, rahat olacaq panellərdən biri İslam irsinin qorunmasıdır. Bildiyiniz kimi İslam irsi müxtəlif ölkələrdə dağıntılara məruz qalıb və elə Azərbaycan özü də İslam irsinin məhv olması ilə üzrə qalan ölkələrdən biri olub. Dünən biz Türk Tarixi, Mədəniyyəti və İncəsənəti Mərkəzinin rəhbəri Mahmud Erol Kılıçla söhbətləşdik və həmin müsahibə yeri gəlmişkən günorta saatlarında Real TV-də təqdim olunmuşdu. Mahmud Erol Kılıç bildirdi ki, biz burada Azərbaycan irsinin Qarabağda dağıdılması, məscidlərinin viranə qalması, eləcə də Qərbi Azərbaycanda İslam irsinin bilərəkdən erməniləşdirilməsinin şahidiyik və bu məsələni də burada qaldırmışıq. Nəzərə alaq ki, elə Qarabağda 50-dən artıq məscid dağıdılıb və viran qoyulub, o məscidlər müxtəlif başqa təyinatlı demək bir məkanlara çevriliblər. Bax, elə İslam irsinin qorunması da bugün İslamofobiya ilə mübarizə, yəni combating İslamofobiya anlayışı ki var, çox mühüm əhəmiyyət kəsb edir. Nəhayət, sonuncu panellərdən birinə diqqət çəkmək istəyirəm. Avropada İslamofobiya ilə bağlı hesabat. Təsəvvür edin ki, bu son 2 ilin hesabatı təqdim olunacaq ki, nə qədər İslam dininə qarşı, müsəlmanlara qarşı proseslərin biz şahid olmuşuq və xüsusilə deməliyəm ki, məsələn, bu hesabatda demək, Quranın yandırılması, müsəlmanlara qarşı dözümsüzlük nümayiş etdirilməsi də vacib məsələdir. Məsələn, dünən biz, yenə mən istinad edirəm, çünki burada da paneldə də səsləndi, Fransa Müsəlmanları jurnalının baş redaktoru Jean-Michel Brun dedi ki, Fransanın 5/1 əhalisi müsəlmandır, amma təəssüf ki, biz ildən ilə müsəlmanlara qarşı qeyri-sağlam münasibətin şahidi oluruq və bu da şübhəsiz ki, son dərəcə gözlənilməz və arzu olunmaz hadisədir və bu artıq xəbərdarlıqdır. Biz əgər ötən illərlə müqayisə etsək, artıq bu xəbərdarlıqdır. İlk növbədə dözümlülük vacib amillərdən biridir. Və bugün artıq elə deyirəm, konferansın ikinci günüdür və konferans sona çatır və konferansın sonunda yekun sənədin qəbul olunması və Avropanın dünyanın müəyyən beynəlxalq təşkilatlarına tövsiyə edici sənədlərin göndərilməsi də nəzərdə tutulub. Məndən əlillik bu qədər. Namidə, söz sizdə.